İlham Əliyev rejimi məhv edir. İlham Əliyev rejimi uşaqlarımızı məhv etməklə gələcəyimizi məhv edir. Uşaqlarımızı məhv etməklə bugün uşaqlarımızın gələcəyini sıfıra endirir. Və bu günlərim istəyirəm ki, daha öncə də bilirsiniz ki, bunu demişdim. İstəyirəm həyat yoldaşım Əfqan Sadıqovu da efirə dəvət edim. Onunla birlikdə bu mövzunu həm müzakirə edək, həm danışaq, həm öz uşaqlarımızın nə yaşadıqlarını bir daha vurğulayacağam. Ümumiyyətlə, nə baş veribdir? Hər kəs bilir nə baş verdiyini və ümumiyyətlə Əliyev rejimi sadəcə Azərbaycan xalqının körpələrini, əslində İlham Əliyev prezident postundadır, onun birbaşa vəzifə və öhdəliyidir ki, uşaqların təhlükəsizliyini, uşaqların təhsil hüququnu, uşaqların sağlamlıq hüququnu, uşaqların sağlam qidalanmasını, hər birini təmin etsin. Bu Əliyevin vəzifə və öhdəliyidir. Amma çox təəssüflər olsun ki, bunlar ancaq kağız üzərində yazılıbdır. İlham Əliyev bunların heç birini yerinə yetirmir və əksinə öz nəvəsinə, nəticəsinə, ailə üzvlərinə, öz təyinatlarına, öz qurduğu rejimə biznes qurmaqla məşğuldur və onlar üçün imtiyazlar tanımaqla məşğuldur. Və bu günlərim nəinki mənim, sənin, ümumiyyətlə Azərbaycan xalqının, övladının və xalqın özünün haqqı və hüququ tanınmır. Və xalqı qara günə qoyub Əliyev. Amma mən bugün məxsus uşaqlarımızdan danışmaq istəyirəm. Zaten hər gün İlham Əliyev rejiminin etdiklərini, bu xalqa yaşatdıqlarını hər çıxışımda xüsusi vurğulayıram. Amma uşaqlarımıza hansı vəziyyətə salıbdır? Uşaqlarımız hansı vəziyyətdədir? Narkomaniya baş alır gedir, əxlaqsızlıq baş alır gedir. Orta məktəbin qapısından narkomaniya baş alır gedir. Orta məktəbin. Bu faciədir. İlham Əliyev hər dəfə 90-cı illərə eyham vuranda mən onu qeyd edeyim ki, mən 90-cı ildə orta məktəbə getmişəm. Mən 87-ci ildənəm. Birinci sinifə təxmini 96-95-ci illərdə getmişəm və o dönəmdə orta məktəblərdə narkomaniya yox idi İlham Əliyev. Biləsən bunu. Amma hal-hazırda sənin biz demokratıq, mən demokratam deyə sinəyə döydüyün Azərbaycanda orta məktəblərdən artıq narkomaniya baş alıb gedir. Xüsusi tabletlər satılır. Gənclər arasında bu cür iyrənc formalarda bunun təbliğatı aparılır və bunun qarşısını alacaq bir qüvvə də varsa sənsən, sənin təyin etdiyin nazirdir, Vilayət Eyvazovdur, ümumiyyətlə güc strukturlarıdır. Amma çox təəssüflər olsun ki, Azərbaycanda narkomaniyanın qarşısı alınmır və bu da ondan irəli gəlir ki, yəqin ki, başında duran İlham Əliyevin təyinatları və özü olduğuna görə bunun qarşısı alınmır. Uşaqlarımızın haqqı, hüququ qorunurmu? Azərbaycan xalqı bunu çox gözəl bilir. Ümumiyyətlə, vəziyyət nə yerdədir körpələrimizlə bağlı? Xalq özü çox gözəl bilir. Əgər İlham Əliyev bu günlərim